Şəhərdə sorğu keçirdirik. Sizcə sevgi ilə bağlanmaq eyni hissi, yoxsa ayrı-ayrı hisslərdir? İnsanların fikri mənim üçün önəmlidir. Yaxınlaşaq bir-bir insanlara, görə insanlar nə fikir bildirir bu haqda. Salam əleykum. Aleyküm salam. Şəhərdə sorğu keçirdirik. Sizcə sevgi ilə bağlanmaq eyni hissi, yoxsa ayrı-ayrı fərqli-fərqli hisslərdir? Mənim fikrimcə tamam başqa-başqa hisslərdir. Çünki sevgi başqadır, bağlanmaq başqadır. Yəni sevgi haqqında danışsaq, olmaz bir dənə. yox, qardaş, video çəkirdik. Sevgi haqqında yəni danışsam, yəni bu çox vaxt aparar, yəni video çox uzanar. Onun üçün sadəcə qısaca onu demək istəyirəm ki, yəni mənim fikrimcə, mənim düşüncəmlə bağlanmaq başqa bir şeydir, sevgi başqa bir şeydir. Məsəl üçün belə deyim. Bir xanım sevirsən, ya bağlanırsan. O insana sevməmiş bağlana bilərsən. Əslində bağlanmaq belə bir hissdir ki, yəni bir insandan xoşun gəlir. O insanın yəni xasiyyətləri səni tam olaraq qane eləyir. Yəni onunla üzə aranızda bir bağ oluşur, bağlanırsan. Amma sevmirsən. onu yox sevmirsən. Amma zaman göstərər ki, sən onu sevəcəksən ya sevməyəcəksən. Bəlkə elə bir hərəkət eləyər, elə bir səhvi olar ki, sən heç o bağlanmaq yox, yəni sən ona üzə sevgi yox, nifrət eləyərsən. O bir şey ayrı-ayrı hisslərdir. Mənim fikrimcə, mənim düşüncəmlə sevgi başqadır, bağlanmaq başqadır. Yəni burada tam olaraq izah eləyə bilmirəm. Yəni ola bilsin danışıqla tam başa düşmürsüz, amma yəni tamam ayrı-ayrı hisslərdir. Bildim. Çox sağ olun, təşəkkür edirəm. İndi yaxınlaşaq başqa insanlara. Salam əleykum. Aleyküm salam əleykum. Olar bir sual verək. Buyurun buyurun. Sizcə sevgi ilə bağlanmaq eyni hissi, yoxsa başqa-başqa hisslərdir? Bağlanmaqla sevgi. Sevgi gözəl sözdür. Sevgi bizim aləmdə Allaha çatmaqdır, yəni çatmamaqdır. Çata bilmirsən, sevgi oracandır. Yəni Allaha çatmamaqdır, sevgi budur. Amma belə qaldı ki, sevməyə sevirsən insanı. Arada prosta hörmət, izzət qalır ancaq. Bəs bağlanmaq niyə? Bağlanmaq tamam başqa hissi onda. Şey, başqa hissi. Çünki sən birinə bağlanırsan, onu ümid bəsləyirsən, bağlanırsan, onun dalıyca düşürsən. O tamam başqadır. Yəni belə bir söz deyim. Arzulamıram ki, çox bağlanmayın. Yəni bağlanmamaq lazım deyil, ancaq sevmək lazımdır. Belə bir söz deyim, yaxşı olar bir dənə sual vereyim. Sevmədiyiniz insana bağlana bilərsiniz? Sevmədiyim insana bağlanmaq yox. Gərək sevim ki, bağlanım. Amma bağlanmaq ayrıdır. Sevgidən sonra gəlir. Amma mənim düşüncəmcə sevgi ancaq Allahadır. Çünki ona çata bilmirik heç vaxt. Çünki Allahı göz görmək olmaz. Görsənməzdi, yeri bilinməzdi. Ona görə qəlbimizdədir həmişə. Allah canınızı sağ eləsin. Çox sağ olun, təşəkkür edirəm.